miqdar sayında qeyd elədim ki, müəyyən miqdar sayında numerativ söz harda işləndi? Müəyyən miqdar sayında ismin ortasında. İndi qeyri-müəyyəndə də numerativ söz işlənə bilər, amma o təxmini sayında işlənə bilər. Təxmini sayında. Çünki burada heç olmasa biraz bilirəm axı. Məsələn, 5-6 nəfər əskər. 5-6 qeyri-müəyyən miqdar saydır, nəfər numerativ sözdür, isimdə özünə sürə isim gəlir. Yəni, mənə deyəndə ki, numerativ söz işlənib, sizin birinci ağlınıza gəlməlidir müəyyən miqdar sayı. Testdə müəyyən miqdar sayını axtaracaq. Əgər müəyyəni görmədinizsə, onda təxmini sayı axtarasınız. Yəni, qeyri-müəyyənin təxminisin. Başqa yerdə işlənə bilməz. Heç qeyri-müəyyənin bunlarında da işlənə bilməz. Ancaq təxminisində. Belə, quruluş isə 3 cür oldu, sadə, düzəltmə, mürəkkəb. Sualı da nə qədərdir? Hə, təxmini sayın sualı isə buna neçə nə qədər deyə bilərsiniz? Axı, az da olsa biraz sayın bilirik. Məsələn, 5-6 nəfər əskər. Neçə əskər də deyə bilərsiniz, nə qədər əskər də deyə bilərsiniz. Buna amma sırf nə qədər deyəcəyik.